Salam, xoş gördük. Hər vaxtınız xeyir əziz dostlar. 24 iyul 2026-cı il Kiyev şəhərində saat 21:30-dur təxminən. Saat 10-un yarısıdır. Gördüyünüz kimi hələ tam qaranlıq deyil. Mən axşam efirinə çatdıra bilmədim. Əziz dostlar, bu gün 20 Ağustos müharibənin 1611-ci günüdür. Və müharibə bütün şiddəti ilə davam edir. O cümlədən Rusiya Federasiyası müvəqqəti Raşist imperiyası müharibəni Avropa ölkələrinə, Avropa istiqamətinə həm də köçürmək istəyir. Buna bariz nümunə olaraq bu günləri Latviya Respublikasının Donetsk vilayətinin Slavyansk şəhərindəki konsulluğuna zərbə endirilməsidir. Konsula düzdür, xəsarət olmayıb, yəni deyəsin iş yerində olmayıb nəsə. Amma ölənlər və yaralananlar var. Yəni bu bilərəkdən Latviya ilə bağlı Rusiya Federasiyasının, Rus führerinin verdiyi o hibrid müharibənin doğrudan da bir hissəsidir. Yadınızdadırsa, sırağa gün Belarus-Latviya dövlət sərhədində Avropaya gəlişi qadağa edilmiş ölkələrin vətəndaşları, o cümlədən Suriya, o cümlədən Misir, İraq, Yəmən vətəndaşlarını Belarusa gətirib, buradan Avropa Birliyi sərhəddini pozmaq komandası Belarus tərəf alıb. Bunu mən sizə danışmışdım. Yəni Belarus hava yolları, yəni Belavia, aydındır ki, deməli böyük pullar qarşılığında həmin ölkələrdən Avropaya köçmək, qaçmaq istəyən insanları daşıyıblar Belarusa. Gətirib hamısını töküblər sərhəd zolağına, sərhəd bölgəsinə. İndi də həmin o savadsızları, o böyük pullar verib Avropaya getmək güya garantiyaları alanlar, çünki bunu dövlət səviyyəsində garantiya veriblər. İndi də onlara bildirirlər ki, bəs namərd latışlar, yaxud Litvanlar, yaxud Estonlar, deməli sizi imkan vermirlər. Demək, Avropa Birliyinə keçməyinizə, yoxsa orada sizi hər şey xoşbəxt həyat gözləyir. Və təbii ki, bu məsələlərdən hisslənən, əsəbləşən, çalan pullar verən, çöllərdə qalan, düzlərdə qalan, savadsız ərəb ölkələrinin vətəndaşları həmin ölkələrin dövlət sərhəddinə hücum etməklə bağlı komandalar alırlar. Bunların hamısı Rusiyanın deməli göstərişidir. Belarusun Estoniyanın sərhəddi yoxdur. Litva demək və Latviya ilə var. Latviya bu iki ölkənin arasındadır. Yəni Litva ilə Estoniyanın arasında. Bilirsiniz, Baltik dənizi boyu. Tən ortadan oradan deməli bütün provokasiyalara gedir Rusiya ki, dünya ictimaiyyətinin, o cümlədən Rusiyada qəzəblənən, getdikcə artan sorğu-sualları köçürsün Avropa Birliyinə ki, güya Ukrayna artıq bizim cibimizdədir. Ona görə gecə-gündüz Rusiya təbliğat maşını yalan danışmaqdan çəkinmir. Özdə tam ağ yalan, elə biri var, elə belə biraz yalan olar. Bir də var ki, tamamilə yalanlar, ağ yalanlar danışmaqla davam edir. Və təbii ki, bu ağ yalanlarını təsdiq etmək üçün aydındır ki, müəyyən görüntülər verməlidir. Və bu görüntüləri Ukraynanın mülki insanlarına ballistik raketlərdən zərbələr endirməklə deməli edir, əziz dostlar. Amma məqsədinə çatmır, təbii ki çatmır. Özünüz də gördüyünüz kimi şəhərdə tamam qələbəlikdir. Cümə axşamıdır, cümə günüdür daha doğrusu bu günləri, cümə gününün axşamıdır. Hər kəs öz işində, gücündə, hər kəs yenə də həmişə olduğu kimi biraz bundan öncə yəni həyəcan siqnalları var idi. Yer gəlmişim bugün Kiyev vilayətində dronların festivalında hansısa bir başıboşun istəyi ilə keçirilən festivala ballistik raket düşüb, orada ölənlər, yaralananlar var.
Aydındır ki, cəzaların alacaq belə öz başına hərəkət edənlər. Nə bilim, olur, neysə. Bu artıq, necə deyirlər, dövlətin təhlükəsizlik orqanlarının funksiyasıdır. Bizim işimiz, yəni Rusiya yalanlarının çoxalmasının qarşısını almaqdır. Və dediyim kimi, demək, müharibədə xüsusi dönüşə, xüsusi irəliləyişə nail ola bilməyən Rusiya tərəf, mən bugün səhərki efirimizdə dedim, rəsmi mənbələr, o cümlədən müharibəni öyrənən institut, o cümlədən OSINT mərkəzlər və digər beynəlxalq strukturlar bildirirlər ki, bu ilin əvvəlindən, əziz dostlar, diqqətlə qulaq asın, salla, 7-ci aydır. 7-ci ay az qalır bitsin də. Rusiya silahlı qüvvələri balansla götürəndə, yəni itirdikləri və aldıqları torpaqlarda 81 kvadrat kilometr irəliləyiblər. Bəs Rusiya silahlı qüvvələri bu 27 ayda nə edib? Rusiya silahlı qüvvələri bu 7 ayda üst-üstə bir 230 min baş canlı qüvvə itirib. Təsəvvür edirsiniz? 81 kvadrat kilometr ərazi götürmək üçün 230 mindən yuxarı və hələ biz bildiklərimizdir. Məsələn, o günləri mən sizə dedim, Xerson vilayətində FSB-nin xüsusi əməliyyat deməli qərargahı var idi, ora ateş açıldı, daha doğrusu vuruldu, hamısı qaldı altında. Heç kəs saymadı ki, orada 100 idi, 50 idi, 20 idi, 200 idi. Amma fakt oydu ki, maşınlar daşıyırdılar da. Gedib gəlirdilər də, yəni 50-dən ki, 100-dən ki, az deyildi. Onu demək istəyirəm ki, hələ bu, necə deyirlər, təsdiq olunan rəqəmlərdir. Orta hesabla hər kvadrat kilometrə 3000 baş düşür də, elə yox, elə deyil. 81-i hədə 240 min, 250 min, bəli, elə düşür. Hər kvadrat kilometr, təsəvvür edirsiniz. Rusiyanın bacardığı bundan ibarətdir. Bundan artıq bacardığı bir iş yoxdur. Ona görə müharibəni köçürmək istəyir qərb istiqamətinə. Yeri gəlmişkən burada bir göstərici də var. Deməli, gələn məlumatlar ondan xəbər verir ki, müəyyən artıq razılaşma var. Çünki son vaxtlar Rusiyanın aldığı zərbələrdən ki, o nokaut vəziyyətindədir. Yanacaqla bağlı neft ayırma, neft emalları, zavodları, neft kəmərləri filan, neft platformaları, neft daşıma, nə bilim, yerləri bunlarla bağlı. Rusiya deyəsən özü də razılıq verib ki, yaxud istəyib ki, Ukrayna ilə hava ateşkəsi elan etsinlər. Saat neçə oldu? Saat Kiyevdə 10-a qalıb 15 dəqiqə. Neysə belədir, hə, 10-15 dəqiqə. Və görürsünüz, elə bilsin gün ortadır. Deməli, belə bir ateşkəsin olacağı ilə bağlı məsələ gələn həftə Prezident Zelenski gedəcək, demək, adını siz deyin, Vaşinqtona dəfn mərasiminə, Lindsey Graham'ın dəfninə və Lindsey Graham'ın dəfnində belə məlumatlar var ki, Ruslardan da orada hansısa, belə deyək, emisarlardan olacaq yəqin ki, o Dmitriyevdən filan kəsdən, nə bilim, Putinin əl-altılarından o qədər kassirləri, o qədər əl-altıları o qədər var ki, xəfiyyələri. Belə deyilir ki, güya Ukrayna ilə Rusiya havadan ateşkəs kəsəl nail olacaqlar. Düzü, bilirsiniz, elə məsələdir ki, 50-50 demək olar. Əvvəla Rusların istədiyi təbii ki, Rusların ballistikası var, bilirsiniz. Ukraynanın da ballistikanı vurmaq üçün müəyyən çətinlikləri var. İndi onlar da elə bir millətdilər ki, elə bir millət də deyirlər, elə bir kütlədilər ki, elə bir qanmazdılar ki, onlar üçün əgər müəyyən üstünlük hiss eləsələr, bunu etməyəcəklər.
Digər tərəfdən, əgər Ukrayna tərəf yerdə qalan o yanacaq doldurma müəssisələrin filanların vurduqsa da bunlar özləri pis vəziyyətə düşür. O cümlədən bu günləri məsələn Robert Brovdi Magyar bildirdi ki, demək daha 9 yarım stansiya deməli adını siz deyin Krımda vurulub. Yəni bunların qarşısını almaq üçün təbii ki ola bilər. Yəni bu elə bir məsələdir ki 50-yə 50-dir. Bax belə dostlar, üzrü bilin ki axşam efirinə çata bilmədim. Demək amma görüşəcəyik təbii ki. Çünki bu aralar ciddi hadisələr baş verir və verəcəkdir və getdikcə də hansısa müəyyən aydınlıqlar gəlməlidir. Belə davam edə bilməz təbii ki uzun müddət. Sizə uğurlar arzulayıram, xoş istirahətlər arzulayıram. İstirahət günləri sabah şənbə, birisi gün bazar günlərində. Amma sabahları çalışacağım, heç olmasa gün orta da olsa, gün ərzində. İndi baxır nə olacaq, harda olacaq, yəni bilmirəm hələ də. Demək, görüşək, danışaq. Sağ olun, salamat qalın. Görüşərik dostlar. Üzbəyiz, yəni ünyaları da deyim. Bu Mixaylovski Sabordur. Ondan sonraki Xarici İşlər Nazirliyidir. Bu Diplomatik Akademiyadır. Onun da yanındakı Interkontinentaldır. Yəni oteldir. Belə dostlar, sağ olun. Hələlik. Yəni qonaq gələndə biləsiniz ki, harda görüşəcəyik. Sağ, salamat.